Deməli, bir daha axşamınız xeyir olsun müəllimlər. Hər kəsdə səs, görüntü normaldır. Məndə normaldır. Aha, lap yaxşı. Deməli, bugün səhv etmirəmsə, topludan yarımçığımız qalıb da mexanik rəqs və dalğalardan. Ona baxacağıq, bir də güvənə baxacağıq, düzdür? Bəli, müəllimə, bəli. Bəli, elədir. Yeni mövzu keçəcəyik bugün, müəllimə. Yox. Biz bugün ancaq güvəni ancaq bitirərik də müəllimə. Güvəndən baxacağıq mexanik rəqs və dalğaya. Dərsi inşallah 5-ci gün. İnşallah 5-ci gün. Çox sağ olun. Buyurun. Deməli müəllimlər, chat bölməsi aktivdir. Mikrofonları bağlayaq. Məcburi rəqslər rezonans. Yəni az bir testi, onun 2 dənə test olmalıdır. Burada sualınız varsa, chat bölməsindən yazın, baxın. Sonra rəqs və dalğaya keçək. Sonra da artıq güvənə keçək. Burada var sualınız, məcburi rəqslər rezonans. Və burada. Müəllimlər, burada var sualınız. Belə çıxır ki, yoxdur. Yoxdur müəllimə. Tamam, mexaniki dalğalar. Buradan yazın görün. Aha. 7-ci sualımıza yazılıb. 7-ci sualımız. 7-ci sualımız. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun Mən müəllimə. üzrü sən yəni yazdım o yazı yerindən. O birisi bölmədən 7-ni deyirdim. Şeydən, rezonansdan. Bəli, bəli. Rezonansdan 7. Aha. Yaxşı. Rezonansdan 7-yə baxıram. Deyilir ki, deməli, məcburi rəqslərin amplitudunun məcburi edici qüvvənin tezliyindən asıllıq qrafiki. Müəllimə, bu amplitudun nüdən asıllıq qrafiki. Bax, bu formada. B variantında olan bir qrafikimizdir. Yəni, bunu mən sizə atmışdım da, düzdür, PDF-də verməmişdim. Mən verdiyim o qrafik uyğun deyil. Bəli, Ayson. Bax, bu rezonans, məcbur edici qüvvənin tezliyindən asıllıq, bu məcbur edici qüvvə varsa rezonans hadisəsi var. Deməli, o zaman rezonans hadisəsində hansı qrafik uyğundur? Bax, B bəndinə. Məsələn, burada perioddan da asıllıq ola bilər, omeqadan da asıllıq ola bilər. Bunların hamısı bax, bu formadadır. Bax, B variantındakı kimi bir asıllıqdır. Yəni, fərq yoxdur, hansı asıllıq olur olsun, ancaq bu. Aha, məcbur edici qüvvə varsa, bəli, rezonans əyrisi olacaqdır. Siz də sağ olun. Sonra deməli, o birisi suallar yəqin ki, mexaniki dalğalardandır. Deməli, 7, sonra 11-ci suala baxıram. 11. Deməli, 11-də nə deyilir? Mexaniki dalğalar harda yayıla bilməz? Müəlliməm, mexaniki dalğalar vakuumda yayıla bilməz. Bunu qayda olaraq da demişdik sizə. Sonra 12-ci sualımız var. 12-ci sualda nə deyilir? 12-ci sualda deyilir ki, eyni bir cins mühitdə yerləşən iki mənbə dalğa uzunluqları lambda 1 bərabər lambda, lambda 2 bərabər 2 lambda olan mexaniki dalğa şüalandırır. Bu dalğaların mənbələrdən eyni uzaqlıqda yerləşən nöqtəyə çatma müddətlərinin T1 böl T2 nisbətini hesablayın. Deməli, müəllimlər, burada bax, eyni bir cins mühitdir. Yəni, bir mühitdən başqa mühitə keçmək yoxdur. Eyni mühitdən söhbət gedir. Bir dənə dalğa uzunluqları fərqlidir. Yəni, hətta məsafə də eynidir. Yəni, mənbələrdən eyni uzaqlıqda yerləşir. Deməli, o zaman artıq bu, bax, bir mühitdən digər mühitə keçmək yoxdursa, yəni dalğa eyni mühitdədirsə, o zaman bunların həmin nöqtəyə çatma müddətləri, bax, məsafə eynidir, eyni uzaqlıqdadır. Məsafə eyni mənbə, yəni burada belə deyək də, çatma müddətləri məsafədən asılıdır, məsafə eynidir. Məsafə eynidirsə, deməli, bunların nisbətləri nəyə bərabər olacaq? 1-ə bərabər olacaq. Yəni, T bərabərdir, S bölünsün V deyil. Bax, bu məsafə eyni bir cins mühit olduğu üçün, deməli, sürət də dəyişmir də. S dəyişmir, V dəyişmir. Bu T nəyin hesabına dəyişsin? Yəni, onu T-ni dəyişdirmək üçün nə S dəyişmir, nə V dəyişmir. Demək, o zaman öyle müddətlər də bir-birinə bərabər olacaq. Onların nisbəti də 1-ə bərabər olacaq. Sonra keçirəm 16-cı suala. Aha, 16-cı sualda nə deyilir? Dalğanın yayılma sürəti verilib, rəqsin periodu verilib, dalğanın fazalar fərqi
pi böl 2 olan iki nöqtəsi arasındakı məsafəni hesablayın. Deməli, düsturumuz necə idi? S bərabər idi. Yox, daha doğrusu fi bərabər idi. Nəyə müəllimlər? Düstur deyin görüm. Fi beraber değil. 2 pi delta S bölünsün lambda. Ay sağ olun. Delta fi bərabərdir 2 pi S bölünsün lambda. Eləmi? Aha. Deməli, indi buradan nə deyilir bizə? Bax, S-in yerinə nə yazarsınız? S-in yerinə nə yazarsınız müəllimlər? İfadə edə bilərik də. Ya S-i, ya lambdanı birindən ifadə edin. S'i taparız da elə oradan. Delta pi lambda bölünsün 2 pi'ye. Aha, S-i tapsaz, deməli, delta fi lambda bölünsün 2 pi'yə. İndi sadəcə olaraq lambdanın yerinə burada VT qoyun da. Delta fi lambdanın da yerinə. Lambda nəyə bərabərdir? V vurulsun T deyilmi? Çünki bizə sürət verilib, bir də period verilib. Bölünsün 2 pi. Deməli, bu da bərabər olacaqdır. Fi-nin yerinə yazıram pi bölünsün 2. V-nin yerinə yazıram 10. Periodun yerinə yazıram 2. 2 pi də olduğu kimi qalır. Deməli, o zaman, necə dəqiqə? Hə, burada da ixtisarlarımızı aparsaq. Bax, bu 2 ilə bu 2 getdi. Bu pi ilə bu pi getdi. Onu da 2-yə böləndə qalırmı 5 metr? Bax, düstur bu düstur. Bəli, 5 metrdir. Sadəcə burada olaraq, sadəcə bir şey var ki, burada lambdanın yerinə V vurulsun T yazdıq. Всё. Yəni, fərqli bir şey eləmədik. Deməli, bu oldu 16-cı sual, hətta 15-də deyilibdir. 15-də də deyir ki, bax, eninə dalğanın birinci və üçüncü çökəklikləri arasındakı məsafə 10 metrdir. Deməli, birinci və üçüncü çökəkliklər arasındakı məsafə 10 metrdirsə, deməli, bizim 2 lambda yerləşir də 1 ilə 3-ün arasında. 2 lambda 10 metrdirsə, 1 lambdamız 5 metr olacaq. Sürət verilib dalğanın tezliyini istəyir. V də bərabər lambda vurulsun nüdür. Buradan da nünü tapsaz, V-ni böləcəksiniz lambdaya. V-nin qiyməti 30, lambdanın qiyməti 5. Bu da olacaq nə qədər? 6 hertz. 15, 16 sonra. 12'ye baxdım müəllimlər mən. Hə, 12'ye baxdım. Sonra keçirəm 23'ə. 23. Deməli, 23'də nə deyilir? 23'də deyilir ki, verilmiş zaman anında dalğanın yayıldığı mühitdə zərrəciklərin yer dəyişməsinin məsafədən asıllıq qrafiki verilmişdir. Mühitin M buradır, N də buradır. Nöqtələrinin rəqslər arasındakı fazalar fərqi nəyə bərabər olacaqdır? Deməli, müəllimlər, bir periodda dalğanın yayıldığı məsafədəki, yəni fazalar fərqi 2 pi'yə bərabərdir. Bax, bura 2 pi'dir. Bax, bir dalğa bitdiyi yerə, bax, burada 2 pi deyirik. Deməli, bunun yarısı olacaq pi qədər. Sonra bura olacaq nə qədər? 1,5 pi qədər, düzdürmü? Sonra bu olacaq 0,5 pi qədər. Bax, belə. İndi o zaman burada olacaq nə qədər? 2,5 pi, düzdürmü? 2,5 pi. Всё. Bölürük də elə bir hissələrə böldük. 2 pi'ni hissələrə böldük. Sonra müəllimlər, burada var başqa sualınız? Deyin görüm. Müəllimə, orada qapıdadır ki 2 pi'dir. Oradan da bölürük ki, yəni 0,5 qədər Aha, bəli müəllimə. Baxın. Bax, qoyun hamısını çox elə qarma-qarışıq olmasın. Baxın. Bax, bir dalğanın, yəni yayıldığı məsafədə fazalar fərqi 2 pi olur. Bax, bu 2 pi'nin yarısı pi qədər olur, düzdürmü? Məsələn, bura olacaq nə qədər? 3 pi. 2 pi ilə 3 pi'nin arası nə qədər olacaq? 2,5 pi. 2,5 pi. Sonra müəllimlər, var burada başqa sualınız? Yazdıqlarınıza baxdım. Başqa sualınız varsa yazın. Yoxdursa keçin səs dalğaları, səs lokasiyasına. Yaxşı, onda keçirəm bura. Yoxdur yəqin sualınız oradan. Buradan yazın görüm səs dalğaları, səs lokasiyasından. Müəllimə, işləmisiniz bunları? Bəli, müəllimə, işləmişəm, amma sualım yoxdur ancaq. Müəllimə, bir şey soruşa bilərəm. Əlbəttə. Bu birincidə ən aşağı tonlu deyəndə tezliyə baxmırdı. Ay, sağ olun. Omeqaları Ton, tezlik. Amplitud olanda isə, gürlük istəyəndə isə nəyə baxırdıq? Amplituda. Ən aşağı deyir, A bəndə olmaz. Ən aşağı tonlu səs. Tezliyə baxırsınız. D-də 100 deyir. D-də 100 daxı müəllimə burada. Hə, 150-dən aşağı var qiyməti. Əgər 100 olmasaydı, hə, A olardı.
Yaxşı. 9-cu sual. Yüksəklik deyəndə nəyə baxırıq? Yüksəklik. Elə odur da müəllimə. Ton, yüksəklik, bax bunlar elə nədir? Tezlikdir Elə də. aşağı səviyyəli, bir yuxarı səviyyəli ilə nədir? Bəli, bəli. Yüksək tonu deyilsə tezliyin yüksək tonu olanı Aha, götürəcəyik. bəli. Yüksəklik olanda amplitudu. Bəli, bəli, bəli. Onda yüksəkliklə ton eynidir də. Ton Bəli, yüksəkliklə. tonu, yüksəkliyi, bax bu mənada işlənir də, bəli. Sonra 9-cu suala baxıram. 9-da nə deyilir? Dənizin səthindən dibinə perpendikulyar istiqamətdə göndərilmiş ultrasəs dalğaları 0.5 saniyədən sonra qəbul edilir. Həmin yerdə dənizin dərinliyini hesablayın. Yəni məsafə S bərabərdir V T bölünsün 2-yə. V-nin qiyməti 1400. T-nin qiyməti 0.5. Böldüz 2-yə. 1400-ün yarısı 700, 700-ün də yarısı 350. 350. Bəli, 350. 350 metr. Bəli. VT bölünsün 2 düsturu. Sonra gedirəm 22-ci suala. Aha, səsin poladda sürəti bu qədər, rəqslərin tezliyinin bu qədər olduğunu və iki nöqtənin koordinatları arasındakı məsafə. Aha, yenə delta fi nəyə bərabərdir? 2 pi s bölünsün lambda. Məsafəni deyirsə s-i tapacaqsınız. Delta fi lambdanı böləcəksiniz 2 pi-yə. Delta fi-nin qiyməti pi bölünsün 2. Deməli, lambdanın yerinə nə yazacağıq? V bərabər lambdanı tapanda v-ni n-yə böləcəyik. Deməli, lambdanın yerinə yazıram v bölünür. Yəni 5000 bölünsün 500. Bunu lambdanın yerinə yazdım. Çünki lambdanın hazır qiymətini verməyibdir. Vəsə, indi buradan 5000-i 500-ə böldünüz. Burada qaldı 10. Bu, deməli, 12-yə böldünüz 5. Pilər getdi. 5-i də 2-yə böləndə 2 onda 5 olmurmu? Bəli, bəli, 2,5. Sonra müəllimlər, var başqa sualınız? Bitirdik buranı demək olar ki, yəni başqa sualınız varsa verin, yoxdursa keçirəm güvənə. Deməli, o zaman keçdim güvənə. Güvən işləmsizmi müəllimlər? Bəli, müəllimə. A variantından 8-ə baxa bilərsiniz. A variantından 8-ə baxa bilərdiniz müəllimə. Aha, əlbəttə baxaram. Bircə dəqiqə keçdik. Deməli, bir dəqiqə. Tapım, bircə dəqiqə. Mən işləyə bilməmişəm, müəllimə neçə vaxtdır. Bu gündən başlamışam. Yaza bilmədiklərimi qrupda soruşacağam. Əgər yenə başa düşməsəm sizdən gələndə soruşaram. Hə, əlbəttə, narahat olmayın. Soruşasınız. İşləyin, narahat olmayın müəllimə. Sualınız nə zaman olanda yazarsınız. Qrupa yazarsınız, mənə yazarsınız. Deməli, müəllimə, sual hansı sual dediniz müəllimə? A variantından 8-ci. Yəni, birinci başlıqdan, hə? Mexaniki rəqs hərəkəti xarakterizə edən kəmiyyətlərdən. Düzdür? Bəli, bəli. Deməli, 8-ci suala baxıram. 8-ci sualda nə deyilir? Deyilir ki, şəkildə riyazi rəqqasın məcburi rəqslər üçün rezonans əyriləri göstərilib. Hansı halda mühitdəki müqavimət qüvvəsi ən böyük olacaqdır? Baxın, müəllimə, müqavimət qüvvəsi ən böyük, bax, buradadır. 4 nöqtəsindədir müqavimət qüvvəsi ən böyük olan halı. 4 nöqtəsində müqaviməti ən böyükdür. Bax, getdikcə görürsünüz, amplitudun qiyməti artır. Amplitudun qiyməti artdıqca müqavimət qüvvəsi kiçilir. Amma amplitudu kiçik olanda, baxın, görürsünüz, 4-ün amplitudu ən kiçikdir. Amplitudu ən kiçik olanın müqavimət qüvvəsi ən böyük olur. Deməli, bax, burada 4-də müqavimət qüvvəsi ən böyük olacaq. Çox sağ olun müəllimə. Siz sağ olun. Müəllimlər, birinci başlıqdan yazın. Yaxşı, A-da kimin sualı varsa yaza bilər. Əsas amma mən B-C-ləri vermişdim də, yəni. İndi A-da da varsa baxa bilərəm. A, B, C, birinci başlıqdan deyin suallarınızı. Amma yəni qabağına yazanda, məsələn, ilk öncə gəlin B-lərə baxaq ki, yəni mən bilim ki, sual yazılanda hansı variantdan. B-dən kimin sualı var? Aha, B-də birinci sual, tamam. B-də birinci suala gəlin baxaq. Deyir ki, A və B nöqtələri arasında rəqs edən maddi nöqtə rəqs periodunun yarısına bərabər olan deməli, zaman müddətində nə qədər yol gedəcəkdir? Deməli, müəllimlər, baxın,
Rəqs periodunun yarısına bərabər müddət. Yəni T bərabərdir, T bölünsün 2 müddəti, düzdürmü? Bax, buradan başlayan bir maddi nöqtə, bax, bir dəfə belə gedir, gəlir, sonra təzədən bir dəfə belə gedir, bir də belə gəlir, düzdürmü? Yəni, belə deyim də, bir dövrdə nə qədər yol gəlmiş olur? 4 vurulsun 2-dən 8 metr yol gəlmiş olur, düzdürmü? Deməli, o zaman rəqs periodunun yarısına bərabər olan müddətdə, bu tutaq ki, deməli, A-dan gəldi bura, buradan da gəldi bura da artıq bu birisi hissəni gəlmir. Ona görə 8-in yarısına bərabər bir yol gələcəkdir də, yəni 4 santimetr. Anam, bir də deyə bilərsiniz. Əlbəttə. Baxın, Aygün müəllimə, biz nə deyirik? Bax, biz həmişə deyirdik ki, yəni baxın, tarazlıq vəziyyətindən hərəkətə başlayan cisim, bax, bir dövrdə 4 amplitud qədər yol gedir, düzdür? Baxın, birini belə gəldi, birini belə gəlir, birini belə gəlir, birində belə qayıdır, düzdürmü? Gəlir, çatır başlanğıc vəziyyətinə. İndi bizə deyir ki, periodun hamısını gəlmir, yarısını gəlir. Periodun yarısını gələndə, yəni siz belə təsəvvür edin də, elə bilin ki, yarım periodda, bir periodda 4 amplitud gedirsə, yarım periodda nə qədər gedəcək? 2 amplitud getməyəcək. Yəni, bilin, buradan bura gəldi, buradan da bura gəldi. 2 santimetr belə gəldi, 2 santimetr də belə. Cəmi neçə santimetr yol gəlmiş oldu? 4 santimetr gəlmiş olmur. Yəni 4. Bəli, 4 saat. Yarısı da... Bəli. Sonra keçirəm 7-ci sualımıza. 7-ci suala baxıram. 7-ci sualda görək nə deyilir. Deyilir ki, maddi nöqtənin rəqs tənliyi x bərabər 0,1 kosinüs 10 pi t şəklindədir. Fazanın 8 pi bölünmüş radian qiymətinə uyğun zaman anını hesablayın. Deməli, müəllimlər, omega bərabərdir, fi bölünsün t-dir də, düzdürmü? Bax, omega bərabərdir, fi bölünsün t. T-ni də tapanda, neyinirik? Fi-ni bölürük omegaya. Fi-nin qiymətində bizə veribdir. Fi-nin qiyməti nə qədər veribdir? Yazıb ki, 8 pi bölünsün 5-dir də fi-nin qiyməti. Omeganın qiyməti nə qədərdir? Bax, baxırıq bura. Omeganın qiyməti 10 pi deyilmi? 10 pidir də. Elə bil, bunu da vuraq, 1 bölünsün 10 pini də ayrı kəsir şəklində yazıram belə. Deməli, o zaman ixtisarlarımıza aparsaq, pi'lər ixtisar gedir. Elə bil ki, 8-i 50-yə bölürsünüz də 0,16 saniyə olmurmu? Bəli, bəli. 0,16 saniyə. Aha, sonra müəllimlər, başqa hansı sualımız var B-dən? 15-16 müəllimə. 15-16. Aha, 15-ci sualımıza baxıram. Harmonik rəqs edən cismin koordinatının zamandan asıllıq qrafiki verilib. Sürətin proyeksiyasının zamandan asıllığı hansıdır? Baxın, koordinatın zamandan asıllığı görürsünüz. Mənfi kosinüs qanunu deyilmi bu? Yəni, müsbət kosinüs olsaydı, kənardan, yuxarıdan, müsbətdən başlayan bir qiymət olardı. Aşağıdan, kənardan bir qiymətdən başladığı üçün mənfi kosinüsdür. Sürətə keçəndə deyirsiniz ki, sürət koordinatın zamana görə törəməsi. Yəni, mənfi kosinüsün törəməsini tapmalısınız. Kosinüsün törəməsi mənfi sinusdur. Qabağında da bir mənfi olduğu üçün olacaqmı sinus? Deməli, sürət sinusla dəyişən bir qrafik olacaqdır. İndi baxın, özə müsbət sinusundan. Görürsünüz, bax, B-də mənfi sinusdur. C-də kosinüsdür, D-də mənfi kosinüsdür, Y-də ümumiyyətlə bərabər sürətli bir hərəkətdir. Baxın, A variantında görürsünüz, sinusdan başlayan bir qrafikdir. Sonra indi 16-cı suala baxıram. Buyurun. Müəllimə, sinusda dik hissədən başlayır, kosinüs hündürlükdən başlayır. Bəli. Sinus, müəllimə, sıfırdan başlayır, koordinat başlanğıcından. Kosinüs isə müsbət olanda yuxarıda müəyyən bir qiymətdən başlayır. Mənfi olanda isə aşağıdan mənfi qiymətdən. Sinus da müsbət olanda yuxarıdan belə gəlir, mənfi olanda bax aşağıdan belə gedir. Mənfi sinus olanda. Hə, aşağıdan yuxarıya doğru. Video izahında var idi. Sadəcə başa düşməmişsiniz. Yəni siz sinus, kosinus olduğunu nə təsdiq edirsiniz? Ona görə təkrar sual verin. Hə, yaxşı elədiniz müəllimə. Niyə onu saxlayasınız ki? Bəli, yaxşı elədiniz. Bilməyəndə sual vermək lazımdır. Nə olur olsun, fərqi yoxdur. Rəqs edən cismin rəqslərinin sayının zamandan asılı qrafikinə əsasən rəqs tezliyini hesablayın. Deməli, müəllimlər, qrafikə baxıram. N-in T-dən asıllıq grafikidir. Bax, burada bir düzbucaqlı üçbucaq yaratsam. Deyəcəksiniz ki, tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik kateti olan nisbəti. Qarşıdakı katetimiz N, bitişik katetimiz isə T-dir. Elə N bölünsün T nisbəti də
Bizə nəyi verir? Nünü vermirmi? Deməli elə nünü deyir tap da. Nünü tapanda deməli bizə tangens alfanı tapsam elə mənə nünü tapmış olacağam. Tangens alfanın da qiymətini bilirəm 45 dərəcə. Tangens 45-də də nəyə bərabərdir? 1-ə bərabərdir də. Всё. Müəllimə, rəqs edən olduğu üçün biz tangens alfanı seçirik, yəni kosinüs sinusdan getməliyik. Müəllimə, yox, o rəqs edən sözün dəxli yoxdur. Bax, burada qrafikdə, enin t'dən asıllıq qrafikində, bax, bu qrafik, burada bir düzbucaqlı üçbucaq yaranır. Tangens alfanı biz bilirik ki, düzbucaqlı üçbucaqda tangens alfa qarşıdakı katetin bitişik kateti olan nisbətidir. Ona görə biz tangens alfadan istifadə elədik. Yəni, sinus kosinusdan da istifadə edə bilərik, uzun yoldur. Yəni, o bizə, belə deyək də, gərək nə qədər hesablama aparaq. Tangens alfanın birbaşa, tangens alfa da elə sinus bölünsün kosinusdur da. Sinus 45 bölünsün kosinus 45. Kosinus 45 dərəcə. Bəli, hər ikisi kökdə 2 bölünsün 2-yə bər. Necə? İkisində də müəllimə sinus Bəli. Ay sağ olun. Kökdə 2 bölünsün 2 olduğu üçün bəli, tangens 45-də də 1 olur. Çünki tangensin özü sinus alfa bölünsün kosinus alfa deməkdir. Bildim. Ben onda kotangesdə kosinüs bölünsün sinusdur. Ay sağ olun. Kotangens də kosinus böl sinusdur və 1 böl tangens alfaya bərabərdir. Tangensin tərsidir. Kotangensə tapanda bitişik kateti qarşıdakı katetə bölürsüz. Yaxşı. Bu da oldu deməli. Deməli 16-cı sualımız. Sonra bir dəqiqə mənim 14-ə falan baxdıqda biz. Yox, 14-ə baxmamışıq. Hə, baxmamışıq, yaxşı. Deməli, 7-yə falan baxdıq. Hə, 14. Baxıram 14-ə. 14-də nə deyilir? Deyilir ki, harmonik rəqs edən maddi nöqtənin rəqs amplitudunun rəqsin tam enerjisindən asıllıq qrafiki hansıdır? Deməli, müəllimlər, baxırıq ki, amplitud var, tam enerji var. Ona görə elə bir düstur yazmalıyam ki, deməli, burada amplituddan istifadə edək. Yaza bilərikmi belə? K, x maksimalın kvadratı bölünsün 2. Düzdür? Buradan da x maksimalı tapsaq, nəyə bərabər olacaq? Kökün altında 2w bölünsün k-ya. Deməli, x maksimal enerji ilə necə asılıdır? Kök altında düz asılıdır. Kök altı düz asıllığında qrafika hansı qrafikdir? Baxın, Y variantıdır. Aha, baxarıq Aygül müəllimə. Yəqin ki, B-də 8-i deyirsiniz. Bəli, müəllim. Deməli, nə deyilir? 8-ci suala baxıram. Harmonik rəqs edən maddi nöqtənin koordinatının zamanın asıllıq qrafiki göstərilibdir. Bizə deyir ki, rəqs fazası pi bölü 2 olduqda rəqs edən maddi nöqtənin koordinatını təyin edin. İndi müəllimə, baxın, bayaq dediyimiz qayda. Bax, bir rəqsə sərf olunan müddətdə bizim, deməli, fazalar fərqimiz bax burada olacaq 2pi. İndi bizə deyir ki, rəqs fazası pi bölü 2 olsun. Pi bölü 2 nə idi? Yəni 0.5pi. Bax, burla buranın arası 2pidirsə, deməli, bura olacaqmı pi? Düzdür. 0.5pi də onda bura olacaqmı? 2pini ilə bir 4 yerə böləcəksiniz də. 0.5pi hara düşəcək bura? 0.5pi buradırsa. Burada koordinat nəyə bərabərdir? 0-a bərabər deyil. Hə, müəllimə? Aygül müəllimə. Pi bölü 2 da deyir, axı o pi bölü 2-ni harda istifadə elədik ki? Pi bölü 2 0.5 pi deməkdir, də müəllimə? Hə, pi bölü 2 bu deyil. 2-də 1 pi, o da 0.5 pi demir. 2-də 1 0.5 pi demək deyilmi? Bəli, bildim. Hə, məsələn, indi mən sizə sual verirəm ki, Aygül müəllimə. Mən sizə sual verirəm ki, məsələn, deməli, 1 pi-də koordinat nəyə bərabər olacaq? 0.1. 1 pi-də koordinat nəyə bərabər olacaq? Koordinat. Mənfi 2. Bax, müəllimə. Hə, Baxın. mənfi 2. Bax, koordinat budur da. Koordinat qrafikinə baxın. Mənfi 3 deyilmi? Yaxşı, 2 pi-də nəyə bərabər olacaq Aygül müəllimə? 2 pi-də 3-ə. Hə, всё. Başa düşdük? Bəli, başa düşdüm. Tamam. Yaxşı. 14-ə baxdıq. Sonra müəllimlər, burada B-də var sualınız başqa. Keçim yoxsa C-yə? Burada B-də ki, məncə sualların hamısına baxdıq. O zaman keçirəm C-yə. 7'ye baxaq da zəhmət olacaq. 7, 17. 17. Ha, baxaq. Deməli, 17-də nə deyilir?
7-də deyilir ki, x bərabər a sinus bt üzərinə gəlinsin c qanunu ilə harmonik rəqs edən maddi nöqtə üçün uyğunluğu müəyyən edin. X koordinatdır, t zamandır, a, b və c isə sabit ədədlərdir. A ədədi nəyi ifadə edəcək? A ədədi bu deməli sinusun, kosinusun qarşısında olan ədəd nə idi? Amplitud. Deməli olacaq rəqsin amplitudu. Sonra B ədədi nəyi ifadə edir? B T'nin qarşısında olan omega deyildimi? Bu olacaq nə? Omega nəyin dairəvi tezliyidir, düzdürmü? Omeganın qiymətini yazdıq. C nə ifadə edirdi? Bu buydu da omega T üzərinə gəlinsin nə idi? Başlanğıc fazaydı da omega T üzərinə gəlinsin fi 0 idi. Deməli o zaman C ədədi də nə ifadə edir? Rəqsin başlanğıc fazasını. Yəni belə idi də, fi plus fi 0 idi. Bu fi'nin də yerinə sadəcə burada biz nə yazırıq? Omega t yazırıq. Sonra keçin müəllimlər C-yə, yoxsa var burada sualınız? Yaxşı, onda keçirəm 4 və 5-ə C-də. 4-də nə deyilir? Deyilir ki, harmonik rəqs edən cismin koordinatın zamandan asıllıq qrafiki verilib. Bu rəqsi hərəkətin sürətinin proyeksiyasının zamandan asıllıq tənliyi hansıdır? Deməli, müəllimlər, koordinatın zamandan asıllıq qrafiki verilibdir. Bizə deyir ki, sürətin zamandan asıllıq qrafikinə keçin, düzdürmü? Deməli, o zaman biz nə edəcəyik? İlk öncə baxacağıq o zaman. Biz sürətin maksimalını tapmalıyıq da. Yəni, sürət tənliyinə keçmək üçün V maksimalı tapmalıyıq. V maksimal nədir? Omega vurulsun x maksimaldır. Sadəcə burada biz omeganı bilmədiyimiz üçün omeganı açıram. 2pi bölünsün t vurulsun x maksimal şəklində yazıram ki, hesablaya bilim. Deməli, 2pisini yazdım. Periodumuz nəyə bərabərdir? Bax, bir dövrə sərf olunan zamandır da. Yəni, nəyə bərabərdir? 0,4-də. X maksimalımız nədir? 2. Bu da yəni santimetrinə verilib. Mən də metrə keçirəm də. Vururam 0,2-yə. Deməli, bunları da hesablasaz. Deməli, nə olacaqdır? Burada 0,2 qalır. 0,2-ni də 10-2-yə böləndə 0,1 pi qalır. Tamam, bax, V maksimalımızı tapdıq. Deməli, 0,1. Deməli, C variantı ola bilməz, Y variantı ola bilməz, D variantı ola bilməz. Ya olacaq cavabımız, ya B olacaq. Çünki bax, görürsünüz, A-da da V maksimal 0,1 pi'dir, B-də də 0,1 pi'dir. İndi, bax, X qrafikimiz sadəcə görürsünüz, bunların birində kosinusla dəyişir, birində sinusla. İndi mən nəydən biləcəm ki, bu hansı kosinusdur, yoxsa sinusdur? Birdən başı deyirəm sinusdur. İndi qulaq asın. Axı, bu koordinat qrafikidir. Bəli, koordinat sinusla dəyişir, siz deyəndə. Amma biz sürətə keçmək üçün koordinat tənliyindən, yəni sinusdan törəm almalıyıq, düzdürmü? Sinusun da törəməsi nə olacaqdır? Kosinus. Deməli, sürət tənliyimiz kosinusdan olacaqdır. Yəni, B variantı olmayacaq, A variantı olacaq. 0,1 pi, kosinus 5 pi t. Aydın oldu müəllimə? Mən oradan olduğunu bildik ki, sinusdur. Amma biz onun törəməsini alıb kosinusdan işarə edirik. Bəli, çünki bu koordinatın qrafikidir müəllimə. Koordinatı, bəli, buradan başladığına görə deyirsiniz ki, sinus qanunundan dəyişir. Amma bizə sürət lazımdır. Sürət tapmaq üçün koordinat tənliyindən zamana görə törəm almaq lazımdır. Yəni, onda elə birbaşa sinusun törəməsini tapanda biz sürətin tənliyini almış oluruq. Yəni, kosinusu tapmış oluruq. Sinusun törəməsi bizə kosinusu verir. Müəllimə, bir dəqiqə, elə burada biz koordinatın tənliyini yazıq bu qrafikə görə. Belə törəmə alıb yaza bilməzdik, sürət. Yaza bilərdik. Orada da eyni şey olacaq da müəllimə. Eyni şey, mən deyirəm. Bəli, olar, bəli, olar. Düzgündür yolunuz. Sadəcə olaraq orada da yenə o hesablamaları aparmalıyıq, yenə tapmalıyıq, bəli. Törəmə almışam, deyil, koordinatın tənliyini yazıb, ondan elə törəmə alıb tapmışam da sürət. Hə, olar müəllimə, problem deyil. Siz də orada da omeganı tapmısınız da yəqin ki. Omeganı tapıb təzədən törəm almısınız, bəli. Hə, siz omega ilə getmisiniz, biz də sürətin maksimalından getmişik. Aha, olar. Sonra neçə? 9. Hə, 5-ə baxın bircə dəqiqə müəllimə. Deməli, 5-ci sualımıza baxın, sonra keçim 9-a. Deməli, 5-ci sualımızda nə deyilir? Deyilir ki, harmonik rəqs edən 200 qram kütləli cismin yer dəyişməsinin zamandan asıllıq qrafiki verilib. Cismin impulsunun maksimal qiymətini hesablayın. Deməli, impulsun maksimal qiymətini ilk öncə bir düsturunu yazın, görün mənə nə lazımdır.
V impulsu bərabərdir M M V V maksimal. maksimal, düzdürmü? Maksimal. Aha, indi V maksimalda buradan gəlin açaq. M-i saxlayıram. V maksimal omega vurulsun x maksimaldır. Omeganı da açıram. 2 pi bölünsün T vurulsun x maksimal. Всё, yerinə qoyub hesablayıram. Kütləmiz 200 qramdır, yəni olacaq 0,2. 2 vurulsun P-nin qiyməti 3. Periodumuz, bax, bir rəqsə sərf olunan zamanın qiyməti oldu 0,4. X maksimalımız 20 santimetrdir. Metrə çevirəndə olacaq 0,2. Deməli, bunları da hesablasaq, bu 0,2 ilə 0,4 getdi, burada qaldı 2, bunlar getdi. Deməli, cavabımız olacaq nə qədər? 0,6 kiloqram metr bölünsün saniyə. Sonra keçirəm 9-a. 9-da nə deyilir? Deyilir ki, harmonik rəqs edən maddi nöqtənin koordinatının zamandan asıllıq qrafiki verilib. Bu hərəkətin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki hansıdır? Deməli, müəllimlər, koordinat zaman qrafiki verilib. Bax, baxıram ki, sinusla dəyişir. Deməli, sinusdan törəm alacağım, çünki məndən sürət istəyir. Sinusun da törəməsi olacaq kosinus. Deməli, mənim qrafikim kosinusdan başlayan bir qrafik olacaq. Ona görə bax, A-nı çıxıram, çünki A sinusla dəyişir. B-ni çıxıram, B də mənfi sinusla dəyişir. Deməli, cavabımız, yəni bu 3 variantdan biri olacaqdır. Amma, yəni Y variantı da ola bilməz, çünki sinusun törəməsi mənfi ola bilməz. Y-ni də çıxdıq. Deməli, cavabımız olacaq ya C variantı, ya D variantı. İndi mən koordinat zamandan, yəni təyin elədim ki, sürət zamanımız kosinusoid əyrisidir. Amma axı mən qiymətdə tapmalıyam. V maksimalın qiymətini tapmaq üçün deyəcəm ki, omega vurulsun x maksimaldır. Elə omeganı da yenə açıram. 2 pi bölünsün T vurulsun x maksimal. 2 pi'nin qiymətini yazdıq. 2 vurulsun 3. Bax, periodumuz nə qədərdir? Yenə 0,4. X maksimalımız da yenə 0,4. Deməli, bu da olacaq nə qədər? 0,4'lər də gedəcək, qalacaq 6. Deməli, sürətin maksimal qiyməti olacaq 6. Bax, C variantına sürətin maksimal qiyməti 2-dir. Deməli, bu ola bilməz. Bax, D variantına baxın. Sürətin maksimal qiyməti görürsünüzmü? 6-dır. Mən də 6-nı aldım da elə. Deməli, ona görə tapdıq. Sürətin qiymətini tapdıq. İlk öncə də tapmışdıq ki, koordinat zamandan sürət zamanına keçəndə qrafikimiz kosinusoid əyrisi olmalıdır. Çünki sinusun törəməsi kosinusa bərabərdir. Aha, 6-ya baxıram. 6-cı sualda deyilir ki, koordinat zaman qrafiki verilib, kinetik enerjinin zamandan asılılığı. Deməli, müəllimlər, bax, koordinat zaman qrafiki verilsəydi, potensial enerjiyə keç desəydi, elə bir dənə görürsünüz, koordinat qrafiki kosinusoiddir. Deməli, potensial əgər soruşsaydı, potensial da kosinusoid olacaqdı. Amma biz potensial tapırıq ki, potensial kosinusoiddir. Çünki potensialla koordinat bir qanunla uyğunluqla dəyişir. Kinetik enerji nə də sürət. Koordinatdan keçdim potensiala. Dedim ki, potensial da kosinusla dəyişir. Potensial kosinusla dəyişdiyi üçün, deməli, kinetik enerji sinusla dəyişməlidir. Deməli, sinusla dəyişən qrafikimiz də hansıdır? Bax, A variantıdır. İndi deyəcəksiniz ki, müəllim, B variantını da koordinat başlanğıcından keçir. Niyə B-ni götürmürük? Çünki enerji zaman oxunun, bəli, aşağı keçə bilməz. A isə ona görə də, bəli, ona görə də cavabımız olur A variantı. Əla. Yaxşı. Sonra, burada var başqa sualınız mənlər? Yoxdursa, riyazi rəqqas başlığına keçirəm. Varsa, deyin sualınızı. Müəllimə, zəhmət olmasa 11-ci sualda bir birinci bəndə. Bir dənə ona baxardıq, zəhmət olmasa. Aha, deməli, 11-ci sualda koordinatın zamandan asıllıq qrafiki verilib, deyir T1 zaman. T1 zaman, bax, bura uyğundur da bu. Aha, T1 zaman anında nə olacaqdır? T1 zaman anında müəllimlər, deməli, əvəzləyici qüvvələr istəyir bizdən. Aha, əvəzləyici qüvvə, baxın, bax, buradan, bax, sıfırdan bura qədər gəldi, düzdürmü? Burada hərəkətimiz necə hərəkətdir? Belə baxanda. Yəni, koordinat artıbdır da, düzdürmü? Koordinat qiymət olaraq artıbdır. Koordinat artıbsa, deməli, o zaman hərəkətimizə baxırıq. Necə hərəkətdir? Burada, deməli, o zaman sıfırdan T1-ə qədər, daha doğrusu sıfırdan X maksimala qədər hərəkətimiz, əvəzləyici qüvvəmiz X ox istiqamətində olacaqdır. Amma bax, buradan artıq sıfırdan T1-ə qədər, bax, buradan bu hissədir də, qoy bunu başqa rəhlə göstərim. Bax, bu hissədir də, elə bil ki, bu hissədə belə deyək də, elə bil ki, necə hərəkətə bənzədirsiniz siz bunu? Elə bil ki, kənar vəziyyətdən tarazlığa doğru hərəkət. Bəli. Bu kənar vəziyyətdən, bax, tarazlıqdan getdi kənara doğru, düzdürmü? İndi kənardan aşağıya doğru gəlir də, tarazlığa doğru gəlməyə çalışır. İndi onu çəksəz, bax, belə göstərsəz, tutaq ki, bura sizin başlanğıc vəziyyətinizdir, tutaq ki, buralarda kənar vəziyyətlərinizdir.
kənar vəziyyətləriniz. Yəni x maksimalınızdır. İndi burada kənardan tarazlığa doğru olacaq, düzdürmü? Kənardan tarazlığa doğru. Kənardan tarazlığa doğru olanda əvəzləyici qüvvə necə deyərik? X oxun əksi istiqamətində yönələcək, düzdürmü? Bəli. Bəli. Deməli, x oxun əksi istiqamətində yönəlir. Hansı variantdır B? O birisləri də izah eləyəm müəllimə? Aha, bəli. Zəhmət olmasa, yox, o birisi variantlar aydındır mənə. Sadəcə indi bir sual verim. Əgər bizə versəydi T2 ilə T3 arasında bir nöqtədə o parabola qolunun ortalığında bir Buralarda nöqtə versəydi. deyilsiniz. Bəli. Aha. Onda orada yenə x oxu istiqamətində olacaqdı əvəzləyici qüvvə. İndi bax, T2-dən T3-ə qədər bu necə hərəkətdir? Elə bil ki, yenə x maksimaldan indi tarazlığa doğru gəlir, düzdürmü? X maksimaldan tarazlığa doğru gəlir. Sadəcə elə bil ki, belə gəlir. Elə bil bu tərəfdən belə gəlir. Baxın müəllimə, elə bil mənfidən sıfıra doğru gəlir də, belə deyim. Bu tərəfi müsbət qəbul ediriksə, bu tərəf mənfi qəbul ediriksə, elə bil ki, mənfidən. İndi sağdan bir var tarazlığa gəlir, bir var elə bil soldan tarazlığa doğru gəlir də. Başa sala bildim fikrimi? Yenə eyni şey olacaqdı. Yenə də x-in əksinə olacaq. Aha, bəli. Oldu. Çox sağ olun. Sağ olun. Sonra keçək müəllimlər o birisi riyazi rəqqasa. Riyazi rəqqas başlığından, bilmirəm, indi A-da suallarınız varsa yazın. Yoxdur. Burada iki variantdır da. A, B, C-si yoxdur deyəsən bunun. C-si yoxdur. Mirvari müəllimə, 3-ü A-dan yazmısınız, B-dən? Xeyr, C-dən. Riyazi rəqqasın A-sından. Riyazi rəqqasın A-sından. Aha. Tamam, riyazi rəqqasın baxıram A-sının 3-ünə. Aha, deyir ki, riyazi rəqqas x bərabər 0,5 kosinus 2t qanunu ilə harmonik rəqs edir. Birinci dəfə hansı zaman anında cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur? Deməli, baxın müəllimlər, görürsünüz, burada qanun kosinus qanunu, koordinat kosinus qanunundan dəyişir də tənliyimiz. Deməli, əgər bu kosinus qanunundan olursa, deməli, tarazlıqdan kənara doğru yönəlmiş vəziyyətdir. Bax, bunu unutmuruq. Kosinus olanda, deməli, bu qanun uyğunluq olaraq yadınızı saxlayın. Deməli, tarazlıqdan kənara doğru. Məsələn, bunu bir qeyd eləsəz, bura sizin tarazlığınız olsa, bura kənar nöqtəniz olsa, əgər kosinus qanunundan dəyişirsə, deməli, tarazlıqdan kənara doğru hərəkət edir bu cisim. Yəni, kənardan tarazlığa doğru yox. İndi bizə də deyir ki, hansı zaman anda cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olar. Deməli, müəllimlər, indi gəlin bax. Bəli. Üzr istəyirəm. Müəllimə, biz sinus qanunu ilə dəyişəndə dedik koordinat başlanğıcından, yəni tarazlıqdan başlanmış hərəkət hesab olunur, doğrudur. Elə demədiksə, yoxsa mən qarışdırdım. Bir də deyim müəllimə sualı. Aha. Sinusla dəyişəndə deyirik tarazlıqdan hərəkətdir, kosinusla dəyişəndə deyirik kənar vəziyyətdən hərəkətdir. O cür qiymətləndirmirik. Kosinus olanda müəllimə, bəli, tarazlıqdan kənara doğru deyirik də. Tarazlıqdan kənara doğru. Əgər kosinus qanunundan dəyişirsə, tarazlıqdan kənara doğru olmuş olur. Bəli, vəziyyətdir. Bəli. Siz onu siz onu koordinatla qarışdırmayın da. Yəni biz bunu bir var, məsələn deyirik ki, tutaq ki, x-in t-dən asıllıq qrafiki, x qanunu burada tutaq ki, bu sinusla dəyişir. Yəni bundan məsələn tənliyin kosinus qanunundan verilib, onu belə araşdırırıq ki, məsələn, belə deyək də, bu təsvir üzərindən, tutaq ki, bunu belə göstərirəm, tutaq ki, buradan bir cismi asmışıq. Bəli, Aysa, sxematik olaraq var, bir də var qrafik olaraq da, məsələn, gəlin bunu sxematik olaraq deyək. Bax, məsələn, burada, indi mənim bu təsvir elədiyim, elə bilin ki, kosinus olduğu üçün, elə bu istiqamətdə gəldi. Kənardan tarazlığa doğru gəldi. İndi bizə də deyir ki, birinci dəfə hansı zaman anında qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Əvəzləyicinin sıfıra bərabər olmağı nə demək? Yəni belə deyək də, aha, bəli, tarazlıq halındadır. Deməli o zaman nə etməliyik? Bax gördünüzmü? Kənardan tarazlığa. Elə bir bizə lazım olan bu vəziyyətdir. Deməli o zaman periodu tapsaq, periodumuz nəyə bərabər olacaqdır? Period bərabərdir. Omeqanın qiymətini bilirik də. Omeqamızın qiyməti 2-dir. Aha, 2 pimiz elə bir 6 bölünsün 2 olacaq. Aha, deməli o da olacaq 3. Periodu tapdıq. Deməli, bir də bir qayda olaraq müəllimlər, bu da hansı periodda olur tarazlıqdan kənara? 4də 1 vəziyyətdə olmazmı müəllimə?
Bax, tarazlıqdan, kənardan tarazlığa. Periodun 1/4 hissəsində olacaqdı da. 1/4 tapıram, periodu da bildim. 3/4 də nə qədər olacaqdı? 0,75 saniyə olacaqdı. Bax, bunu nəyə görə sxematik olaraq göstərdik ki, yəni bu birinci dəfə hansı zamananı deyirsə, yəni bunu bilək ki, bu 1/4-dirmi, 2/4-dirmi, 4/3-dürmü? Yəni bu tarazlıqdan kənara birinci dəfə 1/4 periodda dəyişəcəkdir. Bax bu. İkinci dəfə plan deyə bilər. Əsasən birinci dəfəni soruşur müəlliməm. Burada əsasən birinci dəfəni soruşur. Yəni mən ikinci dəfə soruşduğu hala rast gəlməmişəm. Birinci dəfə dediyi üçün 4/1 götürdüm. Hə, birinci dəfə, yəni gəl tutaq ki, kosinüsü ona görə verib ki, biz bunu təyin eləyək ki, bu kənardan tarazlığa gəlir. Birinci səfərdə dediyi üçün deyirik ki, hə, kənardan tarazlığa periodun hansı hissəsində gələcək? 1/4-də gələcəkdir də. Çünki tam periodu 4/4-də tamamlayır da, yəni bir dövrü 4/4 perioda tamamlamır mı? Deməli ona görə 4/4-dən birini də bir perioda gəlmiş olacaq. Bəli. Onda belə deyək də, sinus qanunu ilə dəyişdirsəydi, təminliyi bizə sinusla versəydi, onda 4/1 periyodda olmayacaqdı. Biz onda başqa zamanı götürəcəkdik, belə deyək. Bəli. 2/1 olmalıdır. Bəli. Orada fərqli olacaq artıq, bəli. Aydındır, təşəkkür edirəm. Buyurun müəllimə. Sonra bu A variantındakı 3 idi. Başqa sualınız var buradan A-dan, yoxsa B-dən mi baxaq? Varsa deyin. Yoxdursa B-yə baxaq müəllimə. 6-ya baxaq da müəllimə. A-da 6 müəllimə. Bəli. Tamam, A-da 6. Deməli 6-cı sualda nə deyilir? Deyilir ki, rəqs periodu T bərabər 8 saniyə olan riyazi rəqqas A kənar vəziyyətindən, bax buradan sərbəst buraxılır. Nə qədər müddət sonra kürəciyin kinetik enerjisi, deməli bizə deyir ki, maksimum olacaqdır. Biz bilirik ki, kinetik enerji harda maksimum olurdu? Tarazlıq vəziyyətində. Burada A isə 10. 12 saniyədə. A isə 10, bəli, ümumi period 8-dirsə, Bir də 6 buradan bura saniyə qədər oldu, olacaq tarazdan. nə qədər? 2 saniyə olmuş olacaq da. Bu 1/4 period gələcək də. Bax, bayaq dediyimizdir, bax, görürsünüz? Gördünüzmü? Periodun 1/4 gördük. Bax, buradan kənardan gəldi bura. Deməli, 1/4 saniyə zaman sərf elədi. Bir də 4 üstündə olacaq. A isə 10 deyir, nə qədər müddət sonra kürəciyin kinetik enerjisi maksimum olacaq. Tarazlıqdan kənara doğru gələndə ümumi period 8-dirsə, buradan bura gəlməyə 2 saniyə vaxt sərf edəcək. Çünki biz bilirik ki, tarazlıq vəziyyətinə sürətdir, kinetik enerjidir, impulsdur. Bunlar nə olur? Maksimal olur. Və kinetik enerjinin maksimal olması üçün tarazlıqdan bura sadəcə 2 saniyə gəlsə kifayət eləyəcəkdir. Başa düşdük, Dursun müəllimə? Bəli. Sonra, burada var mı başqa sualınız? Tamam, B-dən deyin o zaman. Birə baxaq da müəllimə, B-də. 1-ə? Birə. 1. Aha, yaxşı. Deyir ki, yer səthindən H bərabər 3 r hündürlüyündə verilmiş uzunluqlu riyazi rəqqasın rəqs tezliyi yer səthindəki rəqqasın tezliyinə nəzərən necə dəyişəcəkdir? Deməli, tezliyi istəyir. Gəlin baxaq, biz bilirdik də, nü bərabər idi, belə idi də, 1 bölünsün 2 pi, r plus h idi, düzdürmü düsturumuz? Və kökün altında j, m bölünsün l idi. Bax, biz bilirik ki, j sabit ədəd və bizə deyir verilmiş uzunluqlu. Deməli, l sabit, kütlədəki, yəni planetin kütləsidir. Deməli, o zaman tezlik ancaq asılıdır nədən? R plus h, deməli, cəmindən asılıdır da. Deməli, h-ın yerinə də 3r qoyanda, bu olur mu? 4-dir. Deməli, özü tərs mütənasib asılıdır da. Deməli, o zaman hündürlük 4 dəfə artdığı üçün tezlik neyləmiş olur? 4 dəfə azalmış olur. Çünki tərs asılıdır. Period hündürlükdən düz mütənasibdir. Müəyyən bir qiymətdən. Bax, periodun hündürlükdən asılılıq qrafikini çəkəndə belə çəkirdik də. Müəyyən bir qiymətdən başlayaraq artan qrafik. Amma tezliyincə hündürlükdən asılılıq qrafikini çəkəndə isə müəyyən bir qiymətdən başlayaraq bax, belə tərs mütənasib asılılığı çəkirdik. Periodun düsturu ilə getmişəm müəllimə. Mən də ona görə səhv anladım. Hə, fikir verməmisiniz də, tezliyi istəyir. Bəli, tezliyi istəyir. Periodun düsturu yazmışam, axırda T2 bərabərdə 4T1, yəni artma. Artma, bəli. Periyoda görə düz yazmısınız əslində. Periodda 4 dəfə artmış olacaqdı. Bəli, amma bizə soruşdum tezlikdir. Bəli. Tezlikdir, hə. Sağ olun müəllimə. Siz də sağ olun. Sonra, B-də varmı müəllimlər başqa sualınız?
Var başqa sual? Yoxdursa, yaylı rəqqasdan keçək. Yaylı rəqqasdan yazın. A-da varmı sualınız? Bu da yəqin ki 2 variantdır, hə? A, B-dir. Bəli, bəli. Hə, tamam. A-da varsa yazın, yoxdursa B-dən yazın. 2-yə baxaq. A-da 2. Bəli. Yaxşı, A-da 2. Deyilir ki, o tarazlıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın rəqs amplitudunu hesablayın. Deməli, rəqs amplitudumuz nə qədərdir müəllimlər? Bax, o tarazlıq vəziyyəti buradır. Buradan bura. Çünki bizə deyir ki, K və L kənar nöqtələrdir. Deməli, 35-dən 50-yə. Deməli, bizim amplitudumuz nə qədər olacaq? 50-dən 35 çıxarsınız, olacaqmı? 15 santimetr. 15 santimetr. X-in həm də orada 4/1 adı da. Elə 60 bölək 4, o da 15 santimetr. Elə tapmaq olmaz müəllimə. 60. 60'ı hardan aldınız? 4/1 A. 60'ı. 60'ı hardan aldınız? Onu bir də mən deyin. Hə, 60 düz deyirsiniz də. Əslində 60'ı şeydən almısınız da. 4'ü 15'ə vurub 60 almısınız da. Yəni elə burada da bir... Bəli. Bəli. 4 dənəsi 60. Bəli. Bəli, buradan da görsənir, bəli. Aha, Taşdım. olan şeydir məndən. Aha, yaxşı. Mən başa düşmədim, yəni. Aha, tamam, gəlin izah eləyim də. Yemələri 4 vurulsun 15 dedim. Yox, bax, qulaq asın. Baxın, tarazlıq vəziyyəti bura deyil. Bizə də bax deyir ki, L və K kənar nöqtələrdir. Amplitud da nə idi? Tarazlıqla kənarın arasındakı məsafə deyildi. Yəni cismin tarazlıqdan kənara doğru uzaqlaşdığı maksimal məsafə idi. 35 ilə 50-nin arasında neçə santimetr var? 15 santimetr. Всё. Onun başa düşdüm. Burası müəllimə dedi 4 vurulsun 15, 60, 10 başa düşdüm. Hə, çünki bilirsiniz nədir? Bir periodda cisim 4 amplitud qədər yol gedir. 4'ü vursanız 15'ə 60 santimetr eləyəcək də müəllim onu deyirdi. Hə, başa düşdüm. Sağ olun. Sizə sağ olun. Sonra müəllimlər, burada var ada sualınız? Yoxdursa 9'a baxaq, müəllimə. 9'a baxaq. 9, bəli, baxaq. 9-cu sualda nə deyilir? Deyilir ki, kütləsi 50 qram olan kürəcik sərtliyi 100 Nm olan elastik yaya bağlanaraq 4 cm sıxılıb. Bu kürəciyin tarazlıq vəziyyətindən, yəni bu buradan O nöqtəsindən keçən anda enerjisini hesablayın. Deməli müəllimlər, bax yaya bağlanaraq sıxılıbdır. Kürəciyin tarazlıq vəziyyətindən keçən anda. Deməli sıxılıbdırsa, deməli bu sıxılan yayın nəyi var? Potensial enerjisi var da. Deməli bunun tam enerjisi nədən ibarətdir? Potensialının maksimalından ibarətdir. Və burada bir də bizə nə deyir? Deyir ki, kinetik enerjisini hesablayın. Düzdür, bu tarazlıq vəziyyətindən keçən anda enerjisini. Tarazlıq vəziyyətindəki hansı enerjiyə malikdir? Biz bilirdik axı, tarazlıq vəziyyətində olan cismin kinetik enerjisi, impulsu, sürəti deyirdik, maksimal olur. Demək, o zaman belə yazarsınız da, tarazlıq anından keçən andakı enerjisi bərabər olacaqdır yayı sıxdığı andakı enerjiyə. Yəni K, X-in kvadratı bölünsün 2-yə. Всё. Deməli, o zaman yerinə qoyaq, hesablayaq. Kütləmiz nə qədərdir? Deməli, M-imiz 50 qramdır, bu olacaq 0,5. Aha, deməli 0,5, düzdürmü? Sonra bizə deyir ki, deməli, hə, elə kütlə... X'imiz 4. Yox, üzr istəyirəm, bircə dəqiqə, hə, buyurun, bəli, eşidirəm. Enerjisini deyirsə elə kx kvadratı bölünsün. Bəli, elə onu deyirəm axı burada nəsə çatmır. Bəli, elə bərabər olacaqdır nəyə? Bizdən onsuz da kinetik istəyir də. Kx-in kvadratı bölünsün 2-yə. K-nın qiyməti 100, X-imizin qiyməti nə qədərdir? 4 cm. 0,4, 0,4-ün də kvadratı olacaqdır. Belə yazım da 16 vurulsun 10 üzəri -4. 0,4-ün kvadratı 0,10 16 eləyir də. O da sıfırları düzməmək üçün belə yazdım. Bölünsün 2. O da bərabər olacaqdır. Deməli, bu 100 ilə 10 üstü -4 getdi, qalır 10 üstü -2. 16-nı da 2-yə bölürük, 8. Deməli, bunu belə yazırıq. 8 vurulsun 10 üstü -2 millijol dediyi üçün bunu belə 80 millijol yaza bilərikmi? 80 millijol. 80 vurulsun 10 üzəri -3 yazaq da millijol olsun deyənə. Hə, düzdür, mən də elə sürət axtarıram. Bizdən kinetik enerjini istəyir axı, bəli. Sonra B-də 2,4 yazılıb. B-də 2,4.
deyir ki, yayılı rəqqasın rəqs amplitudu 10 santimetrdir. Aha. Tarazlıq vəziyyətindən deyir 6 santimetr uzaqlaşanan da cismin sürətini hesablayın. Deməli müəllimlər, gəlin baxaq. Bax, amplitudunu verib bizə. Yəni bu nədir? X maksimalın qiymətidir. Bu x-in qiymətidir, düzdürmü? Cismin sürətini istəyir. Deməli o zaman və bizə deyir ki, tarazlıq vəziyyəti də buradır da. Bax, buradadır, cisim tarazlıqdadır. Tarazlıq vəziyyətindən 6 sm uzaqlaşdığı anda cismin sürətini hesablayın. 6 sm uzaqlaşdığı anda, deməli bu cismin nə olacaqdır? Həm kinetik enerjisi olacaq, həm potensial enerjisi olacaqdır. Deməli o zaman yazacağıq belə də. K x maksimalın kvadratı bölünsün 2 bərabər olacaqdır. K x kvadratı bölünsün 2, bir də müəyyən bir sürətə malikdir axı. Mv kvadratı bölünsün 2. Sürətə malik olduğu üçün müəyyən bir kinetik enerjisi var. Bizə də deyir ki, cismin sürətini hesablayın. Sürəti bilmirik də, sürətini hesablayacaq. Qalan bütün qiymətləri yerinə qoyuruq. Deməli, K-nın qiyməti nə qədərdir? 200-dür, yazdıq. 200 vurulsun. X maksimalımız 10'dur. Yəni 0,1. 0,1'in kvadratı oldu 0,1. Bölünsün 2. Diqqətli olaq, bir dənə hesablamada səhv eləməyək. Yenə K-nın qiyməti 200. 6 cm dediyi üçün 0,6. 0,6'nın da kvadratı olacaq. 36 vurulsun 10 üzəri mənfi 4 şəklində yazıram. Bölünsün 2 üzərinə gəlinsin. Deməli kütləmiz 2'dir. Sürətin qiymətini bilmirəm. Bölünsün 2. Yəni, deməli 200'ü 0,1'ə vurduq 2. 2'ni 2'yə böldük 1. Deməli 1 bərabər olacaqdır. Deməli bu 2'lərdə ixtisar gedir. 200'ü 2'yə böldük. Burada qaldı 100. 100'ü 10 üstü mənfi 4'ə vurduq. 10 üstü mənfi 2. Bu da oldu 0,36. 0,36 üzərinə gəlinsin V kvadratı. Buradan da V kvadratını tapanda 1'dən 0,36'nı çıxırıq. Qalır 0,64. Deməli bu da bərabər olacaqdır 0,18 metr böl saniyəyə. Sonra keçirəm 4-cü sualımıza. Dördüncü sualda nə deyilir? Deyilir ki, yaylı rəqqas o tarazlıq vəziyyəti ətrafında K və L, bura K'dır, burada L'dir. Kənar və nöqtələr arasında harmonik rəqs edir. N nöqtəsindən, N nöqtəsi də burada. N nöqtəsindən keçən anda özü burayla da bura bir-birinə bərabərdir. N nöqtəsi elə bil ki, x maksimalın yarısına bərabərdir də amplitudun. Cismindir tam mexaniki enerjisinin yayın potensial enerjisinə olan nisbətini hesablayın. Baxın müəllimlər, belə deyək də, bax özümüzdən elə bil ki, bura bir qiymət verək. Bax bu nöqtə, bax buradan bura qədər x maksimaldır da, x maksimala tutaq ki 1 desəz. O zaman bax x də nədir? Bu ON nöqtəsi olsun da bura olsun. O zaman x-in də yarısı nə olacaqdır? Yəni x maksimalın yarısıdır. Çünki bizə deyir ki n nöqtəsi O və L-in düz ortasında yerləşir. Deməli x-ə də 1, 2 də 1 deyirəm. İndi o zaman gəlin yazaq. Bizə deyir ki, tam enerjinin potensial enerji. Deməli, mən həm tam enerjini tapmalıyam, həm potensial enerjini tapmalıyam ki, onların bir-birinə nisbətini tapım. Deməli, tam enerjimiz, bəli. Mən o qiyməti özünüz verdiniz. Hə, özüm verdim ki, yəni belə rahat olsun da. Yəni verməyə də bilərdik. X maksimalla x-lə hesablaya bilərdik. Sadəcə olaraq görək deyəni oradakı qiyməti yazdım. Yəni ümumi də yaza bilərdik, fərqi yoxdur onun. Lap istəsiz axırda ümumi də yazarıq, qiymət verməmiş də yazarıq. Deməli o zaman tam enerjinin qiyməti olacaq nə? K x maksimalın kvadratı bölünsün 2. O da bərabərdir. Elə K-nın qiymətini yazıram, K-nı yazıram. X maksimalımız 1 deyilmi? 1'in kvadratı 1. Onu da böldü 2'yə. Deməli, tam enerjimizin qiyməti oldu. K bölünsün 2. Bir də mənə lazımdır potensial enerji. Potensial enerjinin də qiymətini yazıram. Kx kvadratı bölünsün 2. Deməli, o da olacaq yenə K bölünsün 2'sini yazdıq. X 2'də 1'dir. 2'də 1'in kvadratda olacaq nə qədər? 4'də 1. Bu da olur 0,25. Düzdür? Elə beləcə saxlayıram. Bunu bu formada saxlayıram. İndi bizə deyir ki, tamın potensial olan nisbəti. Y tamı böləcəm Y potensialı. Y tamın qiyməti K bölünsün 2'dir. Potensialın qiymətində tərsinə 2 qalxacaq yuxarı. K vurulsun 0,125'də düşəcək aşağı. Deməli, buradan da ixtisarlarımızı aparsaq. K'lar ixtisar gedir, 2'lər ixtisar gedir. Biri də 0,25'ə böləndə düşəcəkmi 4?
Deməli, cavabımız olacaq nə qədər? Nisbət 4. Yəni, müəllimə, bunu elə siz, elə kx maksimalın kvadratı bölünsün 2 şəklində yazıb, sadəcə olaraq gərək siz burada x maksimalla x ifadə eləyərdiniz. Məsələn, yazardınız onda belə, x maksimal bərabərdir 2x-ə. Çünki bunu eyni vahidə gətirməlisiniz. İndi mən də bunu belə x ilə, x maksimalla yazmamaq üçün, yəni vahid və yarısını yazdım da, elə bir 1 və 2-də 1. Aydın oldu müəllimə, nəyə görə yazdım bunu? Yəni ki, o-dan elə x-dir, bilmirik. O-dan n-ə x-dir, o-dan n-ə x-dir. Hə, o-dan n-ə x-dir, o da 2x. Hə, bax, deyib belə də yazdım. Yəni, bunu yazmasam belə yazmalıydım. Hə, bildim. Çox sağ olun. Siz də sağ olun. Sonra keçirəm 7-ci sualımıza. Bunlar qəşəng sambalı suallardır. Bu suallar düşündürücüdür. Yəni, biraz belə gələk diqqətli olasınız. Deyir ki, uyğunluğu müəyyən eləyin. Bu o tarazlıq vəziyyətidir. Yenə eyni şeydir. K nöqtəsi, L nöqtəsi, N nöqtəsi. Yəni K və L nöqtələri arasında harmonik rəqs edir yaylı rəqqas. K nöqtəsində, O nöqtəsində, N nöqtəsindən keçən anda bizə deyir ki, baxın görək nə olur. Bax, yenə indi gəlin yazaq. Yaxşı, indi belə yazıram. Bax, bu O-dan L-ə qədər bura x maksimaldır. Bu O-dan N-ə qədər burada x deyirəm. Deməli, o zaman x maksimal bərabər olacaq nəyə? 2x-ə. İndi də belə yazacağım. İndi gəlin baxaq. Bax, deyir ki, K nöqtəsinə çatan anda. K nöqtəsi hansı nöqtədir? K nöqtəsi burada da kənar vəziyyətdir. Kənar vəziyyətdə nə olurdu müəllimlər? Kənar vəziyyətdə kinetik enerji sıfıra bərabər olurdu. Y potensial. Y potensial yoxsa kinetik? Y kinetik, bəli. Kinetik 0, bəli. Sonra deyir ki, O nöqtəsinə çatan anda. O nöqtəsi də tarazlıq vəziyyətidir. Tarazlıq vəziyyətində indi siz deyən kimi potensial enerji 0. Bunu da yazdıq. Düzdür? İndi əsas məsələ N nöqtəsidir. Görək, bax, bu N nöqtəsində nə baş verəcəkdir? Bax, N nöqtəsi də buradır. İndi gəlin hesablayaq. Bax, üçüncü üçün belə yaza bilərik də. N nöqtəsində bu cisim həm kinetik enerjiyə malik olur, həm potensial enerjiyə malik olur. Düzdür? Deməli, o zaman kinetiklə potensialı gəlin yazaq görək. Bax, o zaman belə yazıram. Y kinetikin Y potensiala olan nisbəti bərabərdir. Bunu niyə belə yazıram deyəcəm. Deməli, kinetikin yerinə nə yazıram? Y tam çıxılsın Y potensial, bölünsün Y potensial. Düzdür, mən bunun çıxarılışını sizə vermişdim. İndi gəlin baxaq. Bax, tam enerjinin yerinə nə yazıram? K, x maksimalın kvadratı bölünsün 2 çıxılsın. Potensialını da yerinə yazıram. K, x kvadratı bölünsün 2. Bir də burada yenə aşağıda yazıram nə? K, x-in kvadratı bölünsün 2. Bu da bərabər olacaqdır. Yuxarıda nə qaldı? Bax, K bölünsün 2-ni ortaq vuruq çıxardıram. Yuxarıda qaldı x maksimalın kvadratı çıxılsın x kvadratı. Aşağıda da yenə deməli k x kvadratı böl 2-ni yazıram. İndi bir dəqiqə. İndi bax, buradakı k böl 2 ilə buradakı k böl 2 getdi. Burada belə bir ifadə qaldı. X maksimalın kvadratı çıxılsın x kvadratı bölünsün x kvadratı. Və mən də burada ifadə eləmişəm də. X maksimalın yerinə nə yazıram? Bərabər. X maksimalın yerinə yazıram 2x. 2x'in kvadratı olacaqmı? 4x kvadratı. Deməli oldu 4x kvadratı çıxılsın x kvadratı bölünsün x kvadratı. 4x kvadratından x kvadratını çıxdınız 3x kvadratı, 3x kvadratına x kvadratına böldünüz qaldı 3. Deməli belə çıxdı ki, y kinetik bərabər oldu nəyə? 3y potensiala. Gördünüz, ifadə elədik. Baxın. Deməli, y kinetik bərabər 3y potensial. Yəni, bunun birinci, ikinci asan idi. Əsas məsələ bu üçüncünü həll eləməkdir. Başa düşdük, indi bax, kinetik ilə potensialı ifadə elədik bir-birinə. Aydın oldu müəllimlər? Oldu müəllimə. Mən 6-nın da 3-cüsünə baxa bilərik. 6-nın 3. 6-nın 3-ü. 6-nın 3-ü, hə. Birini tapmışam, 3-cüsünü tapamadım. Tamam, gəlin baxaq görək bu 3 nəymiş? 1-ə 2-yə baxmayayım da, onda deyirsiniz 3-ə baxım, hə? Bəli, 1-2 tapmışam. Tamam. Deməli, yenə L nöqtəsində hərəkətə başlayaraq o tarazlıq vəziyyət nöqtəsi ətrafında. Hə, indi bax L nöqtəsi buradır. Buradan başlayıb gəlib ətrafında yaylı rəqs edən yaylı rəqqasın deməli nəyini deyir tapın? Üçüncüdə t bərabər 1,5t zaman müddətində yer dəyişməsini tapın. Deməli, o zaman yer dəyişməsini necə tapacaq? 1,5t-də.
Yer dəyişməsi nə qədər olacaqdır? Baxın, bax eldən, bax bura kənar vəziyyət, bura tarazlıq vəziyyət, burada yenə kənar vəziyyətdir, düzdürmü? İndi bizə deyir ki, 1,5 t ərzində. 1,5 t hansıdır? Yəni 2də 3 periodda, düzdürmü? 1 tam dövr eləyir, bir də 2də 1 Bir gəlirdi. zaman eləyib, Aysa təzədən gəldi. bir tam eləyir, bax buradan gəldi belə, fırlandı, təzədən gəldi. Təzədən yenə bir dənə də 2də 1 period gəlir. İndi bizə deyir ki, yer dəyişməsi. Yer dəyişməsi nə olacaq müəllimə? Başlanğıcı buraydı, sonu gəlib yenə tarazlığa düşəcək, düzdürmü? Bax, çünki buradan bir dənə belə getdi, bir dənə belə gəldi, sonra buradan da bir dənə belə getdi. İndi 2də bu bir tam dövrü tamamladı. İndi bir dənə də gəlmək üçün qoy rəngi dəyişim. Yenə buradan belə qayıtmalıdır, kənardan tarazlığa. İndi biz də yer dəyişməni bilirdik ki, cismin başlanğıc vəziyyətinə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır, düzdürmü? Başlanğıc vəziyyəti bura, son vəziyyəti bura. Arasındakı məsafə 15 ilə 25-in arasındakı məsafə olacaq yer dəyişmə. 15 ilə 25-in arasında yer dəyişməsi nə qədər olacaq? 2 dəqiqə. Amplitudu 10'dur, 20. Bəli, bəli. Deməli, amplitudu 10'dur, o da olacaqdır. Nə qədər? 20 santimetr. 20. 60 burada, hə müəllim? Yox, yox. 20, 60 yoludur, getdiyi yolda 60. 20 olacaq müəllimə, 20. 60 yoldur, getdiyi yol 60'dır. Yer dəyişmədə 20'dir. Bəli. Hə, Çünki- yer dəyişməsi 20-dir, Bəli. amma Yer dəyişmə yolu 20-dən 60 onda. Hə, yol 60'dır, bəli, yol 60'dır. Hə, 20 necə tapıldı orada? kim izah eləyər? Diqqət eləmədiniz, müəllimə necə tapdıq? Necə Çünki müəllimə? ikidə bir hissəsizlər, bir dəfə period eləyib gəlib, tam dövr eləyib gəlibdi. Bir dəfə də şeydir ki, məsələn yolu gedəndə Bildim. yolu gedəndə tam gedib gəldi, hansı qısa müddət qalır, düz istiqamətlənmiş düz xətt parçası kimi. Yəni başlanğıcdan sonra kimi gedib Bəzi qaldı. verəcəm. Bu gün bilmirəm nə mənə nə olub. Bir çatmadı yenə. Bu bir tam dövr elədi. Eldən gəldi kaya. Bir də qayıtdı elə bir tam dövr elədi, qurtardı. Bir də elə bir 1,5 olması üçün gəldi yenə o da durdu. 25-dən. 25-dən də 15-i çıxacaq. 25-dən 15-i çıxanda müəllimə bu hansı olur? 4də 1 olur da. Bizə 2də 1 lazımdır axı. Bu başa düşdünüz siz necə Aygül müəllimə? Bax bu sıfırla elin arasında mən bunu nəyə görə göstərdim sizə? Bax bu 1,2də1 dövr deməkdir də. Siz 4də 1 period bizim amplitudumuzdur, düzdürmü? Bizə 2də 1 lazımdır. 2 dəfə çox. Amplitudu 10-dursa 2də 1-i nə qədər olacaqdı? Onun 2 misli olur da. 20 olmurmu? Aydın olur müəllimə? Çünki 1,5-dir, 1,2də 1 deməkdir. Bir dövr eləyir, bir də ikinci dövrü yarıya qədər gəlir də, belə deyək. 4də 1 yox da 2də 1 qədər gəlir. 4də 1-i 10-dursa 2də 1 olacaq nə qədər? 20. Hə, bildim. Çox sağ olun. Sonra siz də sağ olun. Sonra müəllimə, burada yoxdursa keçək dalğalara. Varsa deyin. Dalğalardan sonra var bunun başqa. Hə, dalğaların hansı beysi var? Yaxşı. Dalğalardan deyin, yazın görün əllər. Neçə? Neçə müəllimə? 10 müəllimə, B-də 10. Dalğaların 10-u, b'si daha doğrusu. Dalğaların 10-u. Aha, gəlin baxaq görək bu dalğaların 10-u nəymiş. Onda deyilir. Mexaniki dalğa hissəciklərinin yer dəyişməsindən asılılığı göstərilmişdir. Bizə deyir ki, A və B nöqtələri, bura A nöqtəsidir, bura B nöqtəsi. Arasındakı məsafə, bu A və B nöqtələri arasındakı məsafə nə qədərdir müəllimlər? Bizə deyir ki, 0,5. Bu dalğa uzunluğudur, düzdürmü? Aha, deməli o zaman A və B nöqtələri arasındakı məsafəni bizə deyir ki, 0,5-dir. Bunu yazdıq. İndi deyir ki, bir-birinə əks fazada rəqs edən iki ən yaxın nöqtə. Bax, A ilə B eyni fazada rəqs edir. Məsələn, A ilə əks fazada rəqs edən, bax, burada bir nöqtə olacaq, düzdür? Bax, burada qeyd edirəm. İndi deyir ki, iki ən yaxın nöqtə arasında. Bunu özlə mən keçirilsə sual da vermişdim hətta. Yadınıza gəlirmi?
Dedim ki, bura 0.5 isə bu x fazada rəqs edən dalğa uzunluğunun deməli arasındakı məsafə dalğa uzunluğunun yarısı olacaqdır. Deməli 0.5-in yarısı olacaq nə qədər? 0,25. Eyni fazada rəqs eləyən dalğa nöqtələrin arasındakı məsafə dalğa uzunluğuna bərabərdir. Əks fazada rəqs eləyən iki nöqtə arasındakı məsafə dalğa uzunluğunun yarısına bərabərdir. Ha, bunu biz söyləmə də soruşmuşuz, elə bilməm. Bəli. Keçən dəfə siz cavablamışdınız. Sual vermişdim bunu mən. Yaxşı. Ülviyə müəllimə, burada yazmışsınız 11-ci sualı. Bəli, 11-i. Yaxşı. Deməli 11-ci sualımıza baxaq. Deyilir ki, x oxu istiqamətində yayılan enli dalğada zərrəciklərin müəyyən anda vəziyyəti göstərilib. Göstərilən nöqtələrdən hansının həmin anda hərəkət istiqaməti düzgün təyin olunmuşdur? İndi gəlmənlər, baxın, burada belə bunu təyin etmək üçün belə bir rahat qayda deyim sizə. Bax, məsələn, belə bir şey çəkirik. Və bunu biraz sürüşdürürük də, belə deyim. İndi gəlin baxaq. Görək hansında doğru göstərilir. Baxın, bir nöqtəsində görürsünüz, bax aşağıya doğru, bu ikinci dalğaya doğru yönəlib. İki nöqtəsində də buna doğru yönəlib. Görürsünüz, amma üç nöqtəsində bu dalğa yuxarıda qalır, amma aşağı yönəlib. Deməli, 3-də səhv göstərilibdir. Deməli, o zaman 1 ilə 2 doğrudur. Bax, görürsünüz, zərrəciklərin müəyyən anda vəziyyəti göstərilib. Həmişə belə olanda bir dənə belə dalğa çəkin. Bu dalğa ilə ekvivalent olan bir dalğa da, yəni müəyyən qədər sürüşmüş bir dalğa. Onda həmin nöqtələrdə elə bir ki, dalğa şəkildə göstərilən dalğa sizin çəkdiyiniz dalğaya doğru nöqtələr göstərilməlidir. Ona doğru. Bax, bu istiqamətdə belə gördünüz. Bax, burada aşağıya doğru, bu dalğaya doğru yönəlib. 2-də də yuxarıya doğru, mən çəkdiyim dalğaya doğru. Amma görürsünüz, 3-cüdə koordinata bu x məsafəsinə doğru yönəlib. Amma dalğa, mən çəkdiyim dalğa görürsünüz, yuxarıda qalıb. Deməli, 3-də doğru göstərilməyibdir. 1 və 2-nin zərrəciklərinin istiqaməti doğru göstərilib. Yəni, bu ən rahat qaydadır. Tapmağın ən rahat qaydasıdır. Müəllimə, birdə də belə yuxarı getmir dalğa. Yuxarıda bir aşağı göstər. Yox, dalğa bax, mən çəkdiyim dalğaya baxın, müəllimə. Baxın, mən çəkdiyim dalğa görürsünüz, belə gəlir. Bu, buna doğru yönəlib də. Burada da bax, mən çəkdiyim dalğa bu istiqamətdə yönəlib də. Amma görürsünüz, burada mən çəkdiyim dalğa yuxarıda qalıb, bu ilk 3-də aşağı doğru yönəlib. Görürsünüz? Hə, dalğanın üstünə ox getmir. Bəli. Başqa necə eləmək olar bunu? Müəllimə, inansız ən rahatı budur. Ən rahat qaydası budur. Ən rahat qaydası budur. Bununla yadınıza saxlayın. Onda oxdan başlayırıq da, onu seçməyə. Bəli. Elə bir ki, bu dalğanı biraz sürüşdürürsünüz də, elə bir ki. Məsələn, mən sizə desəm, məsələn, deyib bu dalğanı elə bir sürüşdürdünüz, başqa bir dalğa çəkdiniz. Bununla eyni qaydada, belə bir, sadəcə bir ton bir şey sürüşdürürsünüz də o tərəfə. Başa düşdük? Biraz sürüşdürdünüz. Başdan başa sabiləsiz, set getdi deyən ana Allah geçdənmədim. Yaxşı. Axırda çəkdiyinizi gördüm. Yaxşı, bir dəqiqə. Bax, neynədim? Elə bil ki, bu dalğanı mən yarım period, yarım fazalar fərqi bu tərəfə sürüşdürdüm də, elə bil ki. Bax, görürsünüz, bir nöqtəsində, bax, bu istiqamət gəldi mən çəkdiyim dalğaya doğru. İkincidə də, bax, göstərsəm ki, dalğanın istiqamətini göstərim, deyəcəksiniz, bu istiqamətdədir. 3-də doğru olması üçün siz bunu yuxarı göstərməliydiniz. Amma görürsünüz, burada aşağı göstərib. Deməli, 3-də yanlış göstərib. Amma 1 ilə 2-də doğru göstərilib. Yəni, doğru göstərmək üçün bu deməli verilən dalğanı elə bir ton sürüşdürürsünüz o tərəfə. Sürüşdürəndə ona uyğun olaraq çəkdiyiniz nöqtələrdə siz çəkdiyiniz dalğaya doğru yönəlməlidir istiqamətlər. Yəni ən rahat qaydası budur. Başqasını deyib beynizi yormaq Siz oxlara istəmirəm. görə işləyirsiniz, eləməlmə. Bəli. Oxlara görə yox, müəllimə. Dalğanı verilən dalğaya ekvivalent bir dalğa çəkdim də elə bir ki. Başa düşməliyəm. Sonra burada var müəllimə başqa sualınız. 16. 16-da nə deyilir? 16-da deyilir ki, gəmidəki exlotun dənizin dibinə göndərdiyi ultrasəs siqnalının tezliyi 30 kHz, dalğa uzunluğu isə 5 cm-dir. Bu siqnal 4 saniyə sonra qəbul edilmişdirsə, dənizin dərinliyini hesablayın. İlk öncə baxın, tezlik verilib, dalğa uzunluğu verilibdir. Biz sürəti taparıq. V bərabər olacaq nəyə? Lambda vurulsun nöyə. Lambdanın qiyməti deməli 5 cm-dir də, yəni
Metrə keçsəm olacaq 0-dan %5. Tezliyi isə 30 kHz verib. Bunu da yazaram 30 vurulsun 10 üzəri 3. Deməli cavabımız olacaq nə qədər? Deməli bu olacaq. Belə yazarıq da bunu 1500. Aha, 1500. Sürəti tapdıq. Çünki 3 dəfə 5 15 sıfırlarda yazanda 1500 olur. S-i də tapanda dənizin dərinliyini VT-ni bölməliyəm 2-yə. Sürətin qiyməti 1500. Zamanımız 4 saniyə. Qiyməti verib bölünsün 2. Deməli bu da olacaq nə qədər? 3000 metr. Bax mən topda belə bir sual vermişəm, ona da cavab 3 çıxmışdı deyəsən. Hə, cavabı sadəcə burada deyir ki, kilometrlə ifadə edin. O da olacaq 3 kilometr. Sonra müəllimlər. Başqa varmı burada sualınız? Kimin varsa desin. Mən 15-i bir dənə baxa bilərik. Yazmışam amma hesablamada yəqin. 15. Bunu bir dənə deyim vaxtında. Bir dənə oxuyum, bir dənə məsələni müəllimə. 15-də nə deyilir? Tezliyi 0.6 Hz olan dalğa 4 saniyə ərzində 12 metr məsafəyə yayılarsa, deməli dalğa uzunluğunu hesablayın. Deməli tezliyimiz verilib, zamanımız verilib, məsafəmiz verilib. Bu S bərabərdir VT bölü 2-dən V-yi taparıq. Bax, V-ni yox. V-ni necə taparıq? V-ni tapanda ümumiyyətlə belə S taparıq. bölək T-dən tapmaq S bölünsün T-dən taparıq da. 2 T-dən yox, V T-dən. bərabər, S bərabərdir 2V bölü T yazmışam Aha. ona görə. Hə, yox. Burada əks-səda hadisəsi deyil axı. Əks-səda hadisəsi deyil. 12-ni 4-ə böldünüz, tapırsınız ki, sürətin qiyməti 3-dür. Sonra da bizə deyir nəyi tapın? Dalğa uzunluğunu. Dalğa uzunluğunu tapanda V-ni böləcəksiniz nüyə. 3-ü bölürsünüz 0.6-ya, bu da olur nə qədər? 5 metr. Əks-səda deyəndə o düzdür. Bəli. Çünki siz niyə əks-səda 2-də bölürük? Çünki bir səs bir gedir, bir qayıdır. Ona görə dənizin dərinliyini, okeanın dərinliyini düzgün təyin eləmək üçün elə bil ki, zamanı 2 dəfə artırırıq da. Bir tutaq ki, 2 saniyə gedib, 2 saniyə qayıdıb. Ona görə onu yarıya bölürlər ki, zamanı düzgün götürsünlər. Ona görə bax, S bərabər VT bölünsün 2-dir. Bu T bölü 2 əks-səda hadisəsinə görədir. Çünki zamanı 2-yə bölürlər ki, o gedib qayıtmanı doğru götürsünlər. Bəli, bildim, çox sağ ol. Siz də sağ olun. 16-ya da baxdım, sonra. 13-ə də baxaq. 13 baxaq. Səs dalğasının suda yayılma sürəti 1500, onun rəqs periodu 0,6 saniyə olarsa, dalğa uzunluğunu hesablayın. Lambda bərabərdir V vurulsun T. V-nin qiyməti 1500. Periodun qiyməti 0,06. Deməli, bunda nə qədər eləyir? Bu 2 0 aparır. Deməli, 0,6-nı elə bil 15-ə vurursunuz da. 9 olmur müəllimlər. 9 metr. 9-dur. 9 metr, bəli. Sonra Mən bir də 24-də baxa bilərik. baxarıq. Lambda bərabərdir V bölünsün nüdür. Deyir ki, sürəti V də bərabərdir lambda nü. Hər ikisi ilə düz mütənasibdir. V bərabər, bəli, lambda vurulsun nüdür, düzdürmü? İndi sizə deyir ki, verilmiş nöqtəyə uyğun dalğanın yayılma sürətini. Yəni, lambda ilə nü bir-birindən düz asılıdır. Sürətini istəyir bizdən. Aha, deməli o zaman, baxın, lambdanı tapsaz, V lambda ilə nü ilə düz asılıdır. Yəni, V-nin ən böyük qiyməti olması üçün lambda da böyük olmalıdır, nü də böyük olmalıdır. Deməli, ən böyük qiymət 3-də deyil müəllimə. 3-də çünki həm lambda ən böyükdür, həm də nü ən böyükdür. Düzdür? Məsələn, 3-də ən böyükdür. Bizə artan sıra ilə yazın deyir. Sonra təbii ki olacaq 2. Çünki bax 1-in həm dalğa uzunluğu kiçikdir, həm nüsü kiçikdir. Amma 2-nin dalğa uzunluğu böyükdür. Deməli 2, 1, ən kiçiyi 1 olacaq. Sonra 2, sonra 3. Artan sıra ilə yazın deyir. Kiçikdən böyüyə doğru. 2-nin lambdası böyükdür. Aha, amma 1-in lambdası kiçikdir. Amma bax, yəni 1 ilə 2-ni müqayisə eləsəz, müəllimə, ikisinin də tezliyi eynidir. Amma 2-nin dalğa uzunluğu böyükdür. Çünki ona görə 2-nin sürəti daha böyük olacaq 1-dən. Hə, bildim. Mən 2 ilə 1-i seçəmirdim. Yox, bax 1-in düzdür. 1 ilə 2-nin düzdür. Orada çaşa bilərsiniz ki, tezliyi eynidir. Amma 2-nin dalğası daha böyükdür axı dalğa uzunluğu. Dalğa uzunluğu böyük olduğu üçün sürəti daha böyük olmuş olacaq. Hə, bildim, çox sağ ol.
Siz də sağ olun. Sonra müəllimlər, başqa varmı sualınız? Yaxşı. Deməli, o zaman mexaniki rəqs və dalğanı da artıq yekunlaşdırdıq. Həm güvəndən, həm topludan baxdıq, yekunlaşdırdıq. Deməli, inşallah 5-ci gün yeni dərs izahımız olacaqdır. Yenə mən sizə ancaq müəllimlər, siz sınaq 3 işləmişdiniz. Xeyr müəllimə, bir hekini işləmişik. Tamam, elə bu vaxtımız var da, yəni 5-ci günə qədər. Mən atmışam sizə sınaq üçün. Yox. Atmamışam. Xeyr, Hə, yaxşı. xeyr. O zaman atacam, onu işləyərsiniz. Yaxşımı? Hələ bu da dərs qaydını atarsınız. Hə, atacam, narahat olmayın. Yox, atacam. Sadəcə olaraq müəllimə yüklənməyə biraz zaman alır. Yəni ola bilsin ki, sabah atdım da, bu gecə yüklənsin, sabah atacam. Narahat olmayın, amma atacam. Atıb vermədə işləmədiyim var.